Sual verə bilərlər ki, bəs niyə görə deyirsiniz ki, Allahın adları çoxdur? Yəni 99-dan çox. Dəlil odur ki, yəni başqa hədislər. Yəni biz bu hədisdə 99 Peyğəmbərimiz sallallahu əleyhi və səlləm qeyd edir. Alimlər deyir ki, yəni cənnətə girmək üçün 99-u bəsdir. Dəlil nədir? Məsələn, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm öz duasında deyirdi: "Allahumma inni əs'aluka bi kulli ismin huwa lak." Allahım, mən sənin adlarınla səndən istəyirəm. Səmmeytə bihi nəfsək, hansı ki özünü adlandırmısan. O ənzəltəhu fi kitabik, və ya kitabında nazil etmisən. O əlləmtəhu əhədən min xalqik, və ya qullarından birinə öyrətmisən, yəni Peyğəmbərinə. O istə'tərtə bihi fi ilmil qeybi indək, və ya öz qeyb elmində saxlamısan. Bu artıq dəlildir ki, başqa bir dəlil də var. Deyir ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, qiyamət günü şəfaət məqamında Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, məni çağıracaqlar və mən hal-hazırda bilmədiyim adlarla Allahdan istəyəcəm. Hansı ki, indi o bilmirəm. Yəni, Allah təala mənə öyrətməyib onları. Və bu adlarla çağırdığına görə Allah təala ona şəfaətçi edəcək və səbəb olacaq şəfaətinə. Və demək, Allahın ad və sifətlərini bilmək, Allahın ad və sifətlərini sevmək nədir? İnsanın cənnətə daxil olmasına səbəbdir. Və İxlas surəsi niyə İxlas adlanır? Çünki bu surədə xalis Allahın ad və sifətlərindən gedir. Hansı ki, İxlas surəsi Quranın 4/1-idir. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir. Və bir hədisdə bir sahabə, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bir sahabəni bir qrup insanla səfərə göndərir və bu namaza əmir göndərir onu və bu namazda hər dəfə İxlas surəsini oxuyur. Həmin o başçı sahabə, bəli. Hər dəfə İxlas surəsini oxuyur və bu da sahabələr bundan narahat olurlar. Həm də ki, yəni bilmirlər, qaranlıq qalır onlara ki, niyə belə edir bu? Hər rükətdə İxlas surəsi, bəli. Və gəlib Peyğəmbərimiz sallallahu əleyhi və səlləmə sual verir. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, soruşun ondan, niyə belə edirdi? Və ondan soruşanda o deyir ki, çünki İxlas surəsində Allahın ad və sifətləri var və mən də Allahın ad və sifətlərini sevirəm. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, ona deyin ki, Allahın ad və sifətlərini sevdiyinə görə cənnəti qazandı. Yəni ona görə Allahın ad və sifətlərini sevmək, başa düşmək, öyrənmək bu nədir? Cənnətə girməyin səbəblərindən biridir.